qadına xidmət edən kişi sonunda rəzil də ola bilər. Qadınına və evladlarına kişi Allah yolunda o yola mane olmayacaq kimi xidmət eləməlidir. O yolun ifadəsi olaraq. Amma məsələn, təkcə qadınına xidmət eləsə ki, mənim qadınım istəyir deyə, mən gedim oğru olum, rüşvətxor olum, təki onu məmnun eləyəcək paranı qazanım, gətirim, verim ona. Belə kişilər də çox var, rəzalətdir bu. Məsələn, Quranda belə bir ayələr var, yadıma düşdü siz danışdıqca, bu Peyğəmbərin qadınları ilə bağlı bir ayələr var ki, onlar zinət əşyaları falan istəyirlər. Və Allah ayə deyir ki, onları çağır denən ki, onlar əgər var dünya malını istəyirlərsə, ver onlara, çıxsınlar, getsinlər. Yox, Peyğəmbəri və Allahı istəyirlərsə, onda qalsınlar və şükür eləsinlər. Təxminən belə bir məzmunda. Ona görə kişi qadınına xidmət eləməlidir, uşağına xidmət eləməlidir deyə bir mütləq prinsip yoxdur. Uşağına xidmət eləyə rəzil ola bilər kişi. Mən uşağım üçün bunu eləyirəm. Rüşvətxor da onu deyir. Balalarım acından ölər mənim. Şərəfim birinci olmalıdır. Sənin uşağın yarı ac da böyüsə, o qarşısında şərəfli ata görməlidir. Sən qadını var, məsələn, qızıl üzüyü almaya bilərsən. Amma qadının sənin şərəfli olduğunu görməlidir. Ki, sən rüşvətxor deyilsən. Sən oğru deyilsən. Sən yalancı deyilsən. Ümumiyyətlə, qadınlı kişili hamısı Allaha xidmət eləməlidirlər.